Müəllimlər, hər birinizi xoş gördük. Bugünkü izahımız məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunu haqqında olacaqdır. Hansı ki, bu qanun hüquqi savadlılıq bölməsində qeyd olunur. Bu izahımızda əsas anlayışların da izahı sizlər üçün veriləcəkdir. Eyni zamanda qanunun məqsədi nədir? Qanun konstitusiyamızın neçənci maddəsində əks olunub? Bütün bunlar izahımızda qeyd olunacaqdır. İlk olaraq onu qeyd edim ki, bəli, məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanunu, Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndində əks olunubdur və bunun əsas məqsədi vardır. Nədir əsas məqsədi? İlk olaraq uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını təmin etməkdir. Yəni biz hər zaman uşaqların, hüquqları qorunmalıdır. Bunun üçün elə bağça yaşlarından tutmuş, elə hər bir şəraitdə bunu bu bizim nəzərə alınan əsas nüanslardandır. Və daha sonra məktəbəqədər təhsil prosesi iştirakçılarının hüquqlarının və vəzifələrinin müəyyən etməkdir ki, ümumiyyətlə, həm uşaqların hüququ, həm də məktəbəqədər təhsil prosesi iştirakçılarının hüquq və vəzifələri məhz hüquqi savadlılıq bölməsində əks olunubdur. Hansı ki, elə məktəbəqədər təhsil haqqında Azərbaycan Respublikasının qanununda əks olunubdur. Eyni zamanda, məktəbəqədər təhsil sisteminin müasir, tələblərə uyğun fəaliyyəti və inkişafı üçün təminatlar yaratmaqdır. Nə deməkdir bu? Yəni ki, hər bir məktəbəqədər təhsil müəssisəsi müasir tələblərə uyğun olaraq avadanlıqlarla təmin olunmalıdır. Yəni, tərbiyəçi üçün müəyyən şəraitlər yaradılmalıdır ki, tərbiyəçi də dövrün tələblərinə uyğun olaraq məşğələni keçsin. Eyni zamanda iş üsulları olsun, iş formaları olsun, əyani vəsaitlərdən istifadə etmək olsun. Yəni, bunlar dövrün tələblərinə uyğun olmalıdır. Yəni, bütün bunlar oldu təhsil haqqında qanuna və əsas məqsədinə və bir sıra əsas anlayışlar var ki, bu anlayışlardan bəzi bizlərə tanışdır. Hansı ki, məktəbəqədər təhsil müəssisəsi, tərbiyəçi, müəllim. İndi isə digər anlayışlar haqqında tanış olacağıq və qısa olaraq məktəbəqədər təhsil haqqında, məktəbəqədər təhsil nədir? Onun haqqında sizə öz izahımı verəcəm. Ümumiyyətlə, məktəbəqədər təhsil müəssisəsi dedikdə nə başa düşülür, tərbiyəçi müəllim kimdir? Onların da izahını verəcəm. Çünki onlar da əsas anlayışlarda verilir. Hamısının izahı sizlər üçün veriləcəkdir. İndi isə birinci olaraq məktəbəqədər təhsil. Biz burada demişdik ki, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən, eyni zamanda uşaqlarda ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi idi və məktəbəqədər təhsil əlbəttə ki, məktəbəqədər təhsil müəssisəsində həyata keçirilir. Bəs nə idi məktəbəqədər təhsil müəssisəsi? Məktəbəqədər təhsil müəssisəsi məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli-fiziki inkişafını, məktəbə hazırlığını həyata keçirən təhsil müəssisəsi idi. Və bu hazırlığı həyata keçirən şəxs kimidir? Bu hazırlığı həyata keçirən şəxs əlbəttə adlanırdı tərbiyəçi müəllim. Tərbiyəçi müəllim kimdir bəs? Tərbiyəçi müəllim uşaqların təlim-tərbiyəsini, hərtərəfli inkişafını, məktəbə hazırlığını, təlimini təşkil edən və həyata keçirən məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxsdir. Və daha sonra məktəbəqədər təhsildə differensiallaşdırma. Nədir məktəbəqədər təhsildə differensiallaşdırma? Ümumiyyətlə, təhsil prosesində uşaqların fərdi xüsusiyyətləri, maraq və tələbatları, fiziki və əqli inkişaf səviyyələri, psixofizioloji xüsusiyyətlərin nəzərə alınmaqla təşkil olunmasıdır.
Nə deməkdir bu? Ümumiyyətlə yəni şəxsiyyətə yönəlmiş belə deyim ki, təlimdir. Yəni əvvəlcə bunun tərifini qeyd etdik və burada əsasən uşaqların fərdi xüsusiyyətləri, maraq və tələbatları nəzərə alınır. Bu təlim uşaqların fərdiləşməsinə xidmət edir. Nə deməkdir uşaqların fərdiləşməsi? Yəni uşağın maraqlarının nəzərə alınması, məhz deyim ki, təlimin elə bil ki, fərdiləşdirilməsi deməkdir. Uşaqların fiziki və əqli inkişafının nəzərə alınması, hər bir uşağın fərdi xüsusiyyətlərinin nəzərə alınaraq təlim prosesinin qurulması adlanır fərdiləşdirilmə və bu aiddir differensial təlimə. Daha sonra qeyd olunub ki, məktəbəqədər təhsildə qiymətləndirilmə. Nədir məktəbəqədər təhsildə qiymətləndirilmə? Qeyd edim ki, qiymətləndirilmə ayrılıqda geniş bir mövzudur. Uşaqlar hər bir xırda nüanslarına görə və nailiyyətlərinə görə qiymətləndirilməlidir. Tərbiyəçi bunu hər zaman belə deyim ki, diqqətdə saxlamalıdır və uşaqların nailiyyətləri hər zaman qiymətləndirilməlidir. Ümumiyyətlə məktəbəqədər təhsildə qiymətləndirmə dedikdə uşaqların əqli, fiziki inkişafı, daha sonra təhsil nailiyyətləri haqqında toplanmış məlumatların dəyərləndirilməsi prosesidir. Baxın, yəni uşaqların əqli, fiziki inkişafı olsun, eyni zamanda təhsil nailiyyətləri olsun. Bütün bunlar dəyərləndirilməlidir. Bu da oldu məktəbəqədər təhsildə qiymətləndirilmə. Bəs məktəbəqədər təlim nədir? Məktəbəqədər təlim, məktəbəqədər yaşlı uşaqlarda bilik, bacarıq, vərdiş və səriştələrin belə deyim ki, mənimsənilməsidir və biliklərin gündəlik həyatda tətbiq etmə bacarığının əldə edilməsidir. Eyni zamanda təhsil almaq üçün motivasiyanın formalaşdırılmasına yönəlmiş prosesdir. Nə deməkdir? Yəni təhsil almaq üçün uşaqların motivasiya edilməsi, yəni uşağın təlimə qarşı marağının oyadılmasıdır. Əsas faktorlardandır və tərbiyəçi hər zaman bunu belə deyim ki, diqqətdə saxlamalıdır və tədris etdiyi fəni və keçdiyi məşğələnin məzmununa uyğun olaraq motivasiyanı təşkil etməlidir. Qeyd olunub ki, metodist kimdir? Yəni tərif kimi bunu əzbərləsəz daha yaxşı olar. Çünki metodistdir, dayədir bunlar. Yəni biz orada testdə bizə əsasən tərif kimi düşür. Yəni situasiya tipli düşmür. Yəni metodist isə məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə işlərinə metodiki rəhbərliyi həyata keçirən ali pedaqoji təhsilli mütəxəssisdir. Daha sonra dayə kimdir? Dayə uşaqlara qulluğu və nəzarəti həyata keçirən şəxsdir. Bəs burada qeyd olunub ki, defektoloq isə uşaqların əqli, fiziki inkişafındakı qüsurların korreksiyası ilə məşğul olan mütəxəssisdir. Daha sonra logoped kimdir? Logoped isə lit qüsurlu uşaqlarla işləyən ali pedaqoji təhsilli mütəxəssisdir. Baxın, yəni əqli fiziki inkişaf dedikdə defektoloq, nitq qüsurlu dedikdə logoped bizim əsas testdə ayırmaq, yəni bunu biz bizim qarşımıza çıxanda əqli fiziki dedikdə defektoloq, nitq qüsurlu dedikdə logoped, yəni orada testə götürülürük. Daha sonra isə icma əsaslı məktəbəqədər təlim qrupları. Nədir icma əsaslı məktəbəqədər təlim qrupları? Yəni icma əsaslı ümumiyyətlə təlim qrupu artıq demək olar ki, ixtisaslı pedaqoji kadr olduğu halda valideynlərin və digər qanuni nümayəndələrin könüllüyü ilə yerlərdə yaradılan məktəbəqədər yaşlı uşaqların cəlb olunduğu ödənişli təlim qrupudur. Yəni bu təlim qrupu valideynlərin istəyi nəzərə alınmaqla həyata keçirilir. Valideyn olsun və yaxud da digər qanuni nümayəndələr olsun. Kimdir qanuni nümayəndələr? Qəyyumlar, uşaqları himayə edənlər, onlar əsasən qanuni nümayəndə, yəni uşağa qanunla himayədar olan şəxslər qanuni nümayəndələr adlanır. Daha sonra gəlirik ki, inklüzivlik. Nədir inklüzivlik?
yəni sağlamlığından, potensial imkanlarından, maddi təminatından asılı olmayaraq uşaqların birgə təhsil almaq hüququnun təmin edilməsi. Yəni ki, burada əsasən ki, təhsilin hamı üçün əlçatan olmasıdır. Yəni sağlamlığı məsəl üçün geri olan, maddi vəziyyəti geri olan, potensialı aşağı olan, yəni ki, hər bir kəsin təlim almaq hüququ vardır və təhsilin hamı üçün əlçatan olması adlanır inklüzivlik. Bəs innovasiya nədir? Innovasiya müxtəlif təşəbbüs və tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklərdir. Ümumiyyətlə yenilikçi deməkdir. Harda innovasiya sözü görsəniz, açar söz kimi qeyd edin, innovasiya, yəni yenilik. Daha sonra bayaq da qeyd etdiyim kimi qanuni nümayəndələr kimdir? Uşaqların hüquqlarını və qanunla qorunan mənafelerini təmsil edən valideynlər, övladlığa götürənlər və qəyyumlar. Və daha sonra qısa müddətli təlim qrupu. Nədir qısa müddətli təlim qrupu? Valideynlərin və digər qanuni nümayəndələrin istəyi nəzərə alınmaqla yaş kateqoriyasına uyğun olaraq uşaqlar üçün qısaldılmış gün rejim əsasında təşkil edilən təlim qrupları adlanır, qısa müddətli təlim qrupları. Belə əziz müəllimlər və əziz izləyicilər, izahımız bu qədərdir. Əziz izləyicilər, hər birinizə uğurlar arzu edirəm.